Tamam. Başlayaq. Başlayalım müəllim. Başlayaq. Müəllim, irq deyəndə xarici görünüş başa düşülür, düzdürmü? Bəli, bəli. Dünya əhalisi xarici görünüşünə görə, yəni irqi xüsusiyyətlərinə görə neçə yerə bölünür? İsmail müəllim 840 gəlir, amma dünya dinləri Yox, müəllim. deməli Bircə dəqiqə. 3 irqə Çox üzr 4 istəyirəm. irqə bölünür. Bircə saniyə. Müəllim, hamıya səsim elə gəlirsə, mən çıxış verib təzədən qoşdum. Xeyr müəllim. Normal gəlir səsim. Bəli. Hə. Bəli müəllim. Hə, ola bilsin nəhayət xanım sizdədir, internet problemi ola bilər. Yaxşı müəllim. Bəlkə də bizdə son zamanlar həqiqi internetdə problem var. Hə. Hə. Deməli, İrq ümumiyyətcə irqlər xarici görünüşünə görə bir-birindən fərqlənən belə deyək insanlardır. Bunlar bölünür Avropoid, Manqaloid, Avstraloid. bir də neqroid. Bir də Avropoid, Mongoloid, Negroid, bir də Avstraloid irqinə Deməli, bölünür. müəllimə, ümumiyyətlə irq iki yerə bölünür. Əsas irq, bir də keçid irqlər. İrq iki Aydın. keçid irqlər. Aha, dünya əhalisinin çox hissəsi əsas irqə aid yoxsa keçidə? Yəqin ki, müəllim, mənə elə gəlir əsas irq qalmaz indi. Nə Yox, bilim, müəllim. irqlər çox qarışır. Yox, çox qarışıq, haqlısınız, düzdür. Amma 70% dünya əhalisinin 70% əsas irqdədir. Əsas irqdə sayılır Avropoid, Mongoloid, Negroid. Bunlar əsas irq. Bəli, bir də Avstraloid. İndi Avstraloid. Avropoid irqi özü neçə hissəyə, neçə qola bölünür? Deməli, Avropoid irqi bölünür şimal, orta və cənub qollarına bölünür. Şimal qol, Şimali Avropa, Şimal Baltik dənizinin sahili xalqlarıdır. Orta qoluna Orta Avropadır, Şərqi Avropadır, Ukraynadır, Rusiyadır, sonra Şimali Amerika, Avstraliya, Yeni Zelandiya. Hətta belə Cənubi deməli, Afrika Respublikasının Zarın Kaf vilayəti. ərazilərində də var. Zarın Kaf vilayəti. Sonra bəli, Cənubi Afrika Respublikasının Kap vilayəti. Kap vilayətində bəli. Cənub qoluna da Cənubi Avropa. Həmçinin Şimali Afrika ölkələri, Cənub-Qərbi Asiyadır, Pakistan, Şimali Hindistan. Bir də Latin Bəli, sonra Amerikası. Cənubi Amerikanın Atlantik okean sahillərində yaşayan xalqlar daxildir. Tamam. Yəni bunlar. Bax mənim. Onların da görkəmi necə olur? Aha. Bəli, buyurun. Buyurun, deyin. Görkəmlərini deyin. Dərisi açıq rəngli olur. Deməli, saçları da düz olur, belə dalğalı saç, gözlərinin rəngi açıq mavidən tutmuş, tünd qəhvəyə qədər. Yəni sifətləri girdi olur, burunları kiçik olur da. Yəni bunlarda Mongoloid irqləri kimi gözə çarpacaq dərəcədə almacıq sümük, göz qıyıqlığı və yaxud da qıvrım saçlar, neqrlərdəki kimi iri burun, qalın dodaqlar, yəni bu cür deyil. Düzdür. Ümumiyyətlə insanların xarici görünüşlərinin fərqli olması, onların ümumiyyətlə bunun səbəbi nədir? Nə ilə əlaqəlidir? Onun səbəbi mənə elə gəlir tarixən yaşadıkları regionun iqlimi ilə bağlı olur. İqlimi ilə. Misal üçün təbii şəraitlə. Təbii şəraitlə, bəli, belə deyil. Çünki Mongoloid irqində yəni açıq səhralı, küləkli ərazi onların gözlərini qıyaraq belə deyək də yaşamaları, o gözü qıyıqlıq elə bir bunlarda genetikaya keçib. Və yaxud da Negroid irqində həddindən artıq isti olanda tük belə yanır, yığılır. Misal üçün, nəfəs alması üçün burun pərlərinin genişlənməsi, dodaqların qalın olması, onların susuzluğa davamlılığı kimi bunlar yəni təbii şəraitlə formalaşan düzdür. Tam doğru. Bəli, bu cür. Müəllim, yəni belə keçib ki, tam doğrudur. Tam doğrudur. Bax müəllim, Avropoid irqinə Avropadan başqa Amerika qitəsində də dediniz, rast gəlinir, Avstraliyada da yayılıb. Bax bu Avropoid irqinin bu regionlarda yayılmasının səbəbi nədir? Mən səs gəlmir. Mən otaqda həlləyirəm telefonu. Deyirəm ki, səs eşitmirəm. Avropoid irqinin Amerika qitəsində, Avstraliyada yayılmasının səbəbi nədir? Orada Afrika, misal
Avropoid irqi belə deyək də, yəni Avropa qitəsindəki orta əsrlər dövründə bu yeni torpaqların kəşfi, yeni ərazilərin tanınması, ilk elmin orada inkişafı, ilk gəmi səyahətlərinin, belə deyək, yeni torpaqlar kəşf etmək, ərazi tanımaq kimi ideyalar oradan belə başlandığı üçün onlar da oradan Amerikaya getdilər, məlum məsələ. Sonra da Afrika ölkələrində belə deyək, uzun illər əsarətdə saxladılar. Orada əraziləri əsarət altında saxlayaraq həmin xalqları gücündən istifadə edib, öz tərbiyəsini, yəni orada yayıldı da belə deyim, uzun sözün qısası. Düzdür, Yəni böyük belə coğrafi başladı. kəşflərlə bağlı da belə deyək. Bəli, böyük coğrafi kəşflərlə bağlı. Yaxşı. Monqoloid irqi hansı regionları əhatə edir? Monqoloid irqi də buna deməli Amerikanoid irqi də deyirlər. Bəli. Deməli, Amerika qitəsində, bu Amerika qitəsinə aid olan ərazilər Kanadadır, Qrenlandiya, Cənubi Meksika, sonra Amazon hövzəsi, Ant dağları, sonra Şimali Asiyada Sibirdir, Mərkəzi Asiyada Monqolistandır, Şərqi Asiyada Çindir, Koreyadır. Bunlar, yəni Monqoloid irqinə bu ərazilərdə daha geniş yayılır ki, bunların da bayaq dediyimiz kimi dərlərinin rəngi belə sarımtıl bir qəribə, bizdə ona nə deyirlər, belə qızılı rəngdir. Gündən yananda qızılı rəng, bəli. Qızılı rəng. Elə bir rəngləri olur, saçları onlara qızıl dərilər də deyirlər. Yanaqları çıxıntılı, gözləri də qıyıq olur. Yaxşı müəllim, neqroid irqi. Neqroidlərdə ən çox deməli, buna deməli ekvatorial irq də deyirlər. Buna ən çox Afrikada Bantu xalqları. Bundan da əlavə Haiti və Yamaykanın əsas irqidir deməli. Bunlarda da sonra harda yayılıb deməli. Bunlar əsasən zəncilərdir, Afrikada yaşayır. Bəli. Müəllim, bax bu qara dərilərin bu coğrafi kəşflərdən sonra. Elə onu soruşacaqdım ki, Avropoid irqi, neqroid irqinin Amerika qitəsinə yayılması böyük coğrafi kəşflər dövründə Avropalıların oradan onları qul kimi gətirib Amerikada plantasiyalarda işlətmələri də. Bəli. Və hətta mənim 19-cu əsrin sonuna kimi Amerikada elə başa düşürmüşlər ki, bu qara neqroidləri Allah yaradıb ki, yalnız və yalnız quldular. Bunlar Avropoid irqlərinin qullarıdırlar. Yəni bunlar heç vaxt bəli, elə baxırmışlar. Yəni qul kimi baxırmışlar da, o insanlara qul kimi baxırlarmış, bəli. Tam doğrudur. Hətta digər irqlərdən mən elə bilirəm, onlardan, bilmirəm, bədənlərinin qara olması, axı qara insanlar daha dözümlü olurlar. Onlar fizioloji olaraq çox dözümlüdürlər. Daha, bəli, fiziki güc daha güclü olur. Mən adi idman yarışlarında da görürəm ki, müəllim, ümumiyyətcə qaçmaq üzrə, tullanmaq üzrə, futbol yarışları olsun, ümumiyyətcə onlar qaçmaqdan, tullanmaqdan, bu fiziki hərəkətlərdən o qədər enerjili olurlar ki, həddindən artıq. Bəlkə də onların qara dərilərinin qara olması, yəni onlarda o pigmentasiyanın, o onlara güc verir, bilmirəm, nəsə ondan əlaqəlidir. Ümumiyyətcə, o irq çox güclü, dözümlü, çox işlək, belə bir irqdir, digər irqlərlə müqayisədə. Tamam, mənim. Təşəkkürlər, çox sağ olun. Sağ olun, mənim. Sonra, deməli, Nəhayət xanımdan sonra, Lamiyə Əliyeva. Hazırıq? Bəli, mənim. Aha. Avropoid, Monqoloid, neqroidi dedik, düzdür? Bir də qaldı Avstraloid irqi. Avstraloid irqini deyin, zəhmət olmasa. Bu Avstraloid irqi Avstraliya, nə bilim, Okeaniya, Madagaskar adası plantaları əhatə edir. Avstraliya və Okeaniyadakı yerli xalqları əhatə edir. Melaneziya adaları, Avstraliya mərkəz və şimal hissəsində olan yerli xalqları əhatə edir. Aha. Bəli. Bunlar oldu əsas irqlər, düzdür müəllim? Bəli. Keçdik keçid irqlərə. Keçid irqlər dünya əhalisi neçə faizini təşkil edir? 30%-ni təşkil edir. 30%-ni təşkil edir keçid irqlər. Yaxşı, indi mən keçid irqləri deyəcəm, qarışıqlar. Siz hansı xalqların ora aid olduğunu deyəcəksiniz və yadi regionlar deyəcəksiniz. Yaxşı? Tamam, sürətli şəkildə gedirik. Avropoid və Monqoloid irqinin qarışığından əmələ gələn xalqlar kimlərdir və harda məhsul? Metislər, bir də Tuvalular. Metislər yayılıb bu Ant dağları, Latın Amerikası deyək. Aha. Bir də Mərkəzi Amerikada. Tuvalular isə bu Mərkəzi Asiya, Sibir, Şərqi Avropa, Turan bölgəsində. Mərkəzi Asiya bu bölgələrdə. Bunlar Avropoidlə Monqoloidin qarşılığından törəyən xalqlardır.
Bəs Avropoidlə Negroidin qarşılığından törəyən xalqlar kimlərdir? 4 dənə xalq var burada. Efioplar, mulatlar, afrikanerlər, Bir bir də də dravidlər. Dravidlər. Mulatlar hardadır? Efioplar elə adından həm mulatlar Amerikada. Amerikadadır. Əla. Efioplar Efioplar elə adından bilir. Efiopiya, Eritreya, Sudan, Somali, bir də Çadda. Saat Cənubistan bu bölgələr. Afrikanerlər Afrikanerlər Carda. Carda. Bəs Dravidlər Onlar Hindistanda. Cənubi Hindistanda yaşayan qarşı xalqlardır. Yaxşı, bəs Negroidlə Monqoloidin qarşılığından törəyən xalqlar kimlərdir? O dillər sambolar yaranırdı. Sambolardır, bir də Malaqasilər. Hə. Malaqasilər. Sambolar hardadır? Cənubi Amerikada. Bəs Malaqasilər? Onlar deyəsən Cənub-Şərqi Asiyada. Yox, Madaqaskarda. Madaqaskar əhalinin bir qrupu Malaqasilərdir. Bir əksəriyyət hissəsində isə 3 irqin əlamətləri var. Madaqaskarda hansı irqlərin əlamətləri özünü göstərir? Astroloiddir biri. Aha. Monqoloid, Negroid. Monqoloid, bir də Negroid. Astro. Deməli, 3 dənə irqin əlamətlərini daşıyır. Astroloiddir, Monqoloiddir, bir də Negroiddir. Düzdür? Bəli. Aha. İndi müəllim, keçdik. Bax, Astroloidlə Monqoloid irqinin əlamətlərini daşıyan xalqlar hansı regionda məskunlaşır? Deyə astroloidlər, bir də Monqoloidin əlamətlərini qarşılığından törəyən xalqlar. Amerikanoidləri deyirsiniz? Xeyr. Həm Astroloidin əlamətlərini daşıyır, həm Monqoloidin əlamətlərini daşıyır. Yox. Cənub-Şərqi Asiya, Mikroneziya, Polineziyada var, müəllim. Bu regionda deməli həm Astroloid, həm Monqoloid irqinin əlamətlərini daşıyan xalqlar yaşayır. Yaxşı müəllim? Yaxşı müəllim, bunları bildik. Keçdik dinə. Dünya əhalisinin dini tərkibinə. İki cür. Aha. Bir milli dinlər var. Bir də qlobal dinlər var. Qlobal dinlər elə ki əhalinin 70% bu dinlərə sitayiş edir. Xristian, İslam, bir də Budizm. Milli dinlər isə Hinduizm, Daosizm, Yudaizm bunlara aiddir. Dünyəvi dinlər 3 dənədir. İslam, Xristian, bir də Budizm, düzdürmü? Bəli. Bunlara niyə dünyəvi din deyilir? Çünki bütün dünya ölkələrində əhalinin 70%-i, dünya əhalinin 70%-i bu dinlərə sitayiş edir. Əla. Bir də ki, məsəl üçün digər milli dinlər bir ölkədə, bir ərazidə yayılıb, amma bunlar dünyanın hər yerində yayılır. Yaxşı. Etiqad edənlərin sayına görə birinci yerdə olan dünyəvi din hansıdır? Xristianlar. Xristian dinidir. Hansı regionlarda yayılır? Deməli, onlar üç cürdür. Katoliklər, protestantlar və pravoslavlar idi. Deməli, pravoslavlar daha çox Rusiyada, Şərqi Avropada, Yunanistanda, o yerlərdə. Protestantlar daha çox Şimali və Orta Avropada, ABŞ-da, Yeni Zelandiyada, oralarda, Avstraliyada. Katoliklər isə Fransada, Filippin, Orta və Cənubi Avropa ölkələrində. Cənubi Avropa. Bir də katolikləri Şimali Afrikada da deyə bilərikmi müəllim? Cənubi Avropaya yaxın region. Şimali. Bəli. Məsələn, Əlcəzairdə, Liviyada, Əlcəzair, Liviyadır, Tunisdir, Misir. Ora İslamdır. Məncə Mərkəzi Afrika idi. Aysən, Qərbi Afrika, Mərkəzi Afrikada bəli. Onlar katoliklər orada yayılıb düz. Şimali Afrikada İslam dinidir də, düzdürmü müəllim? Bəli, İslam. Tamam, İslam dininin yayıldığı regionlarda deyil müəllim? Deməli, 3də 2-si Asiyada, 3də 1-i də Afrikada idi. Afrikada. Afrikanın şimal-qərb hissəsi, şimal hissəsində. Hindistan, məsəl üçün Pakistan, Bangladeş. Ən çox müsəlman olan ölkələr, onlar deyil. Misir, Nigeriya, İran. Düzdür. Bu ölkələr daha çox müsəlman icmaların olduğu ölkələrdir. Təşəkkürlər müəllim. Çox sağ olun. Sağ olun. Rufanə namaz. Bəli. Xəritədir. Belə eləyək də, sual-cavabı tez qutarım, ondan sonra xəritəyə keçək. Xəritə demişdi, ayda düzdür, mən gərəkcə bir-bir verdim. Ev yoxdur, da başlamışam, belə sual-cavab eləyim, ona biraz sual-cavabı sürətləndirək,
Ondan sonra xəritəyə keçək. Rüfani xanım, hazırsınız? Bəli, bəli. Aha, tamam müəllim. Milli dillər hansılardır? Zəhmət olmasa. Hərəyə 5 dəqiqə verəcəm sualı. Deyin, milli dillər. Dillər hər hansı bir ölkədə yaygın dillərdir. İslamda məsələn hinduizmdir, konfutsioizm Yaponiyada, sintoizm, konfutsioizmdə sintoizm Yaponiyada, iudaizmdə İsraildə. İsraildədir. Yaxşı, Budizm dini. Budizmə 5-10% dünya əhalisi sitayiş edir. Çox Monqolistanda, Hind ölkələrindədir. Monqolistanda, Hind ölkələrində. Monqolistanda, Nepal, Bhutan, Şri-Lankada hamısı. Həm cənubi, həm cənub-şərqi. Cənub-şərqi Asiya ölkələri hamısı demək olar ki, Budizmdir. Orada İndoneziyadan başqa. İndoneziyada, hətta Filippində xristian dini var da, düzdürmü? Yaxşı müəllim. Keçdik əhalinin milli tərkibi. Milli tərkib deyəndə nə başa düşürük müəllim? Milli tərkib deyəndə əhalinin dilidir də, müəllim. Yox, Yəni, milli tərkib kök, soy, xalq, millət. Mənşəy başa düşülür. Aha. Oxşar olan xalqlardır da, milli tərkibi budur. Aysa. Etnos nədir müəllim? Etnos da xalq tayfa deməkdir. Yəni oxşar dil, əxlaq baxımından eyni olan xalqlardır ki, burada ikinci amil olaraq din və irq götürülür. İrq də əsas götürülür. Əsas amma milli kimlikdir də, mənşədir, düzdürmü? Yaxşı, sayı az olan xalqlar hansılardır? Sayı az olan xalqlar, bəli. Bu dedik ki, Braziliyada Botokutlar, Azərbaycanda olan ləzgilər, avarlardır, Şri-Lankada olan vedilər. Sonra başqa qırızlar da var, xınalıqlar da var. Bunlar hamısı hamısını deyə bilərəm. Sonra bax müəllimlər, Filippində Bacao xalqı var, ha, onu da özünüzdə qeyd edin. Bacaolar, şerplər, bunlar az saylı xalqlardır. Yaxşı. Yaxşı müəllim. Deyin görün mənə, etnosu bildik. Mədəni irsin daşıyıcısı və yayılma arealına asılı eyni etnik mənsubiyyətli insanlar toplumudur. Bəs etnogeniz nədir Rüfani xanım? Etnosun yaranmasından məhv olmasına qədər keçdiyi dövr. Təkamül yolu hansı ardıcılıqlar keçir? Burada nəsil, tayfa, xalq, millət olur. Nəsil, tayfa, xalq, millət. Bunlar deyin ardıcıl şəkildə zəhmət olmasa. Nəsil topluluğu olan insanların birliyidir. Tayfada oxşar nəsillərin birliyidir. Xalq dedik ki, eyni ərazidə məskunlaşan insanlardır. Məsələn, ərazi eyni olmalıdır. Və oxşar adət-ənənə. Amma millət, yəni eyni ərazidə formalaşmaya da bilər. Ölkələrdə formalaşa bilər. Bunların da oxşar adət-ənənəsi var. Bax, Azərbaycan xalqı, Azərbaycan milləti. Bunların Azərbaycan xalqı dedikdə ölkə ərazisindədir. Azərbaycan vətəndaşlarıdır. Qəbul edən bütün şəxslər. Bəli, millət dedikdə Azərbaycanlı milləti, Azərbaycan milləti deyəndə kim başa düşülür? Məsələn, həm Rusiyada, İranda yaşayan Azərbaycanlılardır ki, oranın vətəndaşıdır, amma milliyyət Azərbaycan. Kökü Azərbaycanda, mənşəyi Azərbaycanlı olan dünyanın istənilən bir məntəqəsində, ölkəsində yaşayan insanlardır. Düzdürmü? Bax, Azərbaycan xalqı nə qədərdir? Azərbaycan millətinin sayı nə qədərdir? Azərbaycan xalqı 10 milyondur, milləti 50 milyon. 50 milyondan çox. Baxın, görürsünüz, dünyada 50 milyondan çox Azərbaycan millətinin nümayəndələri yaşayır. Deməli, xalqla millətin fərqi budur, düzdürmü? Yaxşı müəllim, deyin görün mənə, dünyada sayı çox olan ən böyük xalqlar hansılardır? Ərəblər, ruslar, ruslar, fransızlar, almanlar. İstənilən bir etnos yaranır, yox olur. Etnosun yaranmasından yox olmasına qədər keçdiyi bir təkamül yolu var da, düzdür? O dediniz etnogenizdir. Bəs etnosun yox olmasına səbəb nə ola bilər? Səbəb dedik, assimiliyasiya uğrayır da, müəllim, məhv olur. Ya da ki, bir də ola bilir ki, geniş ərazilərdə yayılır, əriyib yoxa çıxır, bir də assimiliyasiya uğrayır. Düzdürmü müəllim? Dəyişilib parçalanma nəticəsində yeni etnosun əmələ gəlməsi, bir də assimiliyasiya uğraması. Bəs etnos nəyə görə məhv ola bilər? Hansı səbəblərdən məhv ola bilər? Bunu da deyin müəllim. Dedik ki, onlar məsələn öz adət-ənənəsini unudur. Hansısa bir təbii fəlakət ola bilər, hərbi müdaxilə ola bilər.
sosial gerililik ola bilər. Müxtəlif səbəblərdən etnos yox ola bilər. Yəni səbəbini soruşurdum ha. Hansı səbəblər ola bilər? Onu soruşurdum. Başa düşdünüz mənim? Tamam, bir dənəsini də deyim. Passionarlığı da deyin mənim zəhmət olmasa. Passionarlıq da etnosun ətrafdan aldığı müsbət enerjidir deyək. Yəni onlar passionarı özünə güc kimi görürlər. Bu da tarixi şəxsiyyət ola bilər, elm adamları da ola bilər. Düzdür. Təşəkkürlər Rüfə xanım. Çox sağ olun. Gözəl Rızayeva. Passional insanların fəaliyyəti ilə etnosun inkişaf mərhələləri var. Hansılardır? Dörd inkişaf mərhələsi keçir. Birinci mərhələdə etnos sakit həyat tərzi sürür və inkişafın ilkin mərhələsidir. Bu mərhələdə etnosların sayı getdikcə artır və artdığına görə də landşaftdan və təbii ehtiyatlardan sürətlə istifadə edib. Sonda onun çatışmazlığına gətirib çıxarır, azalmasına sürətlə. İkinci mərhələdə isə artıq bu passionarların sayı artır və etnos həyat tərzi yüksəlir, daha yaxşı vəziyyətə gəlir. Həyat səviyyəsi yüksəlir. Üçüncü mərhələdə isə artıq passionarlar ən yüksək vəziyyətə gəlir və etnos deyir, öz ideyası uğrunda yox olmağa belə hazır olur. Dördüncü mərhələdə də artıq bu etnos tənəzzülə uğrayır və milli dəyərlər aşınır. Üstə gəldə artıq məhv olurlar. Elə bir ilkin mərhələyə geri qayıdır. Bəziləri məhv olur ümumiyyətcə, bəziləri də ilkin mərhələsinə qayıdır. Yəni birinci mərhələ. Bu da ilkin mərhələyə qayıdan monqollardır. Məhv olanlarda peçeniklərlə qıpçaqlar, bir də qıpçaqlar, şumerlər, peçeniklər, bunlar məhv olublar. Maslow'un tələbat piramidası necədir? Deyir ki, məsələn, yəni ən aşağıdan başlamaqda insan orada tələbatlar verib ki, onun birini keçməmiş o birisini atlaya bilməz. Özündən aşağı tələbatı ödəmədiyi halda digər necə işləyə bilər? Bəli, keçə bilməz. Onu da aşağıdan yuxarıya doğru deyir. Məsələn, deyir ki, birinci fizioloji tələbatdır. Sonra insan təhlükəsizliyini və özünü müdafiə tələbatıdır. Sonra sosial qrupa mənsubluq və dəstəklənmə hissiyatı, yəni dəstəklənmə tələbatı. Sonra özünə hörmət tələbatı, bir də ki, özünü ifadə etmə tələbatı. Özünü ifadə etmə tələbatıdır. Yaxşı. Müəllim, var bir millətli dövlətlər, var iki millətli, var çox millətli. Deyin zəhmət olmasın. Bir millətli dövlətlər, yəni əhalisinin 90%-dən çoxu öz milləti olur. Bu da ən çox Yaponiyadır, Cənubi Koreyadır, Şimali Koreyadır, İsraildir. Bir də ki, ərəb ölkələrinin çoxusu bir millətli dövlətdir. Bax, hansı millətlərdir ki, bir neçə dövlət yarada bilib? Məsələn, biz də Türklər, yəni Türk altın milləti dövlət var. Başqa? Sonra Ərəb ölkələri. Aha. Bunlar məsələn Slavyanlar da bir neçə dövlət yaradırlar, düzdürmü? Aha, bəli, onlar Slavyan. Amma hansı millətdir ki, yalnız bir dövlət formalaşdıra bilib? Yaponiya, Çin. Yaponiya, Çin. Hindistan ola bilər. Aha. Bəs hansı millətdir ki, iki dövlət formalaşdırıb? Yalnız iki dövlət. Bəli. Qırırlar bir-birini. Bu məsələn Şimali Koreya, Cənubi Koreya. Koreya millətindən ibarət iki dövlət var. Amma düşman dövlətdirlər, düzdürmü? Bəli. Yaxşı. Bir millətli dövlətləri hansılar deyə bilərsiniz? Elə onlar saydım. Yaponiya, Cənubi Koreya, Şimali Koreya. Düzdür. İki millətli də Kanada ilə Belçikanı deyir. Bangladeş bir millətlidir, çox millətli. Polşa, Bangladeş. Bangladeş. Bəli. Bir millətlərin Polşanı bir millətli olar. Bir millətlidir. Polşadır, Bangladeşdir, Ermənistandır. Bunlar bir millətlidir. Ermənistandır, onu da. Bəli. Bunlar bir millətli dövlətlərdir. Çox millətli. Aha. Yəni bilinənlər, məsələn, Nigeriya, Hindistan, Rusiya, bunlar o həm də ki federativ idilər, ona görə, milli xüsusiyyətlərinə görə onlar da çox millətlidir. Sonra məsələn ola bilər, bu Gürcüstanın özü də çox millətli olar. Düzdür, Gürcüstandır. Ümumiyyətlə Balkan ölkələridir. Avropanın cənubunda olan ölkələrdir. Amma Şimali Avropa ölkələri əsasən tək millətlidir. Şimali Avropa tək millətlidir. Bir də tək millətli dövlətlərdən biri də Rusiyadır, bilirsiniz, düzdürmü? Rusiya çox millətlidir. Yaxşı, mənim bir dənə sual verim sizə. Monqoloid və Avstraloid irqin əlamətlərini daşıyan xalqların yayıldığı region. Monqoloid, Avstraloid, incə, onu da deyirəm, Monqoloid, Avstraloid. Bu Polineziya ilə Mikroneziya
Polineziya, aid olan Mikroneziya, bir də ölkələr. Cənub-Şərqi Asiya. Şərq Asiya. Aferin sizə. Bəs Avstraloid irqinin əlamətlərini daşıyan xalqlar? Avstraliya qiymətləri bu Avstraliyanın Mərkəz və şimal hissəsində, Melaneziya adalarında, yəni Solomondur, Fidzidir, Yeni Qvineya adalarında yaşayan xalqlar. Bunlar düzdür. Tamam. Bir dənə də sual verim sizə, Gözəl xanım. Avropoid və Mongoloid irqinin əlamətlərini daşıyan xalqlar kimlərdir və Onlar hardadır? Metislərdir, bir də Turanlılardır. Metislər Amerika, Mərkəzi Amerikadadır, Ant dağlarında, bir də Amazonda. Bir də Turanlılar, onlar da ki, Mərkəzi Asiya, Qərbi Sibir bu ərazilərdir. Təşəkkürlər. Çox sağ olun. Sağ olun. Sonra Gülnura xanım, siz dinləyici də yazmışdınız da mənə, demişdiniz ki, Salam verin. sağ olun, axşam istəyiniz. Hə, dinləyici olacaq. Oldu mənim, oldu, tamam. Aytəkin Abdullayeva, Bəli, axşamı sevmədim. Hazırıq. axşam. Bəli. Yaxşı müəllim. Siz mənə deyin, görüm, Avropoid neqroid irqinin əlamətlərini daşıyan xalqlar. Avropoid neqroid irqi Efioplardır, Afrikanerlər, Mulaxlar, bir də Dravidlərdir. Dravidlər harda məskunlaşıb? Cənubi Hindistanda. Sonra Cənubi Hindistan, Afrikanerlər. Efioplar Somalidə, Efiopiyada, Çadda, Sudanda, Eritriyada. Afrikanerlər Çar Respublikasında, Mulaxlar da Amerika qitəsində. Amerika qitəsindədir. Yaxşı, həm neqroid, həm mongoloid irqinin əlamətlərini daşıyan xalqlar. Sambolardır. Bunlar da Cənubi Amerikada, bir də Malaqasilər də Madagaskar arasında. Madagaskar əhalisi hansı irqlərin qarşılığından törür? Mongoloid, neqroid, avstraloid bu irqlərin qarşılığından formalaşır. Etnos nədir? Etnos xalq tayfa deməkdir. Belə deyək də, etnos Mədəni irsin daşıyıcısı və yayılma arealından. Daşıyıcısıdır, bəli, mədəni irsin daşıyıcısı. Yayılma arealından asılı olmayaraq eyni etnik mənsubiyyətli insanlardır. Xalqla millətin fərqini deyin, zəhmət olmasa. Xalq bir dövlətin sərhədində olan, yəni həmən dövlətin belə deyək, vətəndaşlarını qəbul edən toplumdur. Millət isə məsələn başqa ölkələrdə də yaşayırlar, eyni kökə mənsub olanlar. Toplumdur. Yaxşı. Deyin görün mənə, dil ailəsi deyənə nə başa düşürük? Qohum dillərin birləşməsi. Asıl. Birləşərək dil ailə, nəhəng dil ailələr yaradır. Dil ailələr. Dünyada ən böyük dil ailəsi hansıdır? Hind-Avropa dil ailəsidir. 11 dil qrupu daxildir. 2,7 milyarddan çox əhali daxildir. Asıl. İndi mən siz Hind-Avropa dil ailəsinə aid olan dil qruplarını deyəcəm, siz ona aid olan xalqlar deyəcəksiniz. Razılaşdıq? Bəli. Baltik qrupuna hansı xalqlar daxildir? Hind-Avropa dil ailəsinin Baltik dil qrupuna hansı xalqlar daxildir? Litvallarla Latışlar. Kelt dil qrupu hansı dil ailəsinə aiddir və hansı xalqlar daxildir? Çex dil qrupu. Çex yox, Kelt. Kelt dil qrupu İrlandlılar, sonra Bretonlar, Şotland keltlər. Asıl. İrlandlar, Uelslər, Bretonlar, bir də Şotland keltlər. Bu xalqlara daxildir. Və hansı dil ailəsinə aiddir bu kelt? Hind-Avropa. Hind-Avropa dil ailəsinə aiddir. Afərin. Hind-Avropa dil ailəsinin Slavyan dil qrupuna aid olan xalqlar. Onlar ruslar, Ukraynalılar, Belaruslar, Çeklər, Xorvatlar, Bolqarlar, Slovenlər, Çernogoriyalılar, Polyaklar, Makedonlar. Bunlar hamısı nəyə aiddir? Hind-Avropa dil ailəsi Slavyanına aiddir. Germana aid olanlar? Germana aid olanlar şimaldan Norveçlər, İsveçlər, Danimarkalılar, Almanlar, İngilislər, Avstraliyalılar, Alman, İsveçrəlilər, Şotlandlar, ABŞ Amerikanlar. Hind-Avropa dil ailəsinin İran dil qrupuna aid olan xalqlar. Farslardır, Əfqanlardır, Talşlar, Taciklər, Tatlar, Puştular, Bəluclar. Düzdür. İran dil qrupunun Kürdlər asıl.
Hind dil qrupuna, Hind-Arya dil qrupuna aid olanlar. Hintliler müəllim Hı orada, -hı, Nepallılar, hı -hı. və Sinqallar, Sinqallar, Pəncablılar. Bengallar, Sindlilər. Pəncablar kimlərdir bilirsiniz? Pəncab xalqı hansı ölkənin xalqıdır bilirsiniz? Yəni Pəncablar İran, Xeyr, bizə dəstək olan bir xalqdır, dövlətdir. Əfqan, Xeyr, Pakistan, Pakistanlılar, Pəncablılar da olar, bəli. Pakistan. Pakistanlılar. Yaxşı. Siz mənə Baltik Kelt, Alban dil qrupuna aid olanlar deyin. Hansı dil qrupu müəllim? Alban dil qrupuna. Alban, Albanlar, bir də Kosovalılar. Kosovalılar. Erməniyə ermənilər, Yunana da Yunanlar da. Düzdür? Onlar Düzdür. Yunanlarla ermənilər də. Tamam. Altay dil ailəsi hansı dil qruplarına bölünür? Ata dil ailəsi 3 dil qrupuna, Türk, Monqol, Hı -hı. Tungus, Manzur. Ayso. Türklərə O bilir. Türklərə ehtiyac yoxdur. Onsuz da onlar bilirsiniz. onlar aslında Mənə Monqol dil qrupunu deyin. Monqollar, Bəli. Kalmıklar, Bir də Buryatlar. Buryatlar. Monqol dil qrupundan Monqollar, Kalmıklar, Buryatlar. Yaxşı. Tungus, Manzura aid olanları da deyin. Onlar Nanaylar, Manzurlar, Eveneklər. Evenklər, Nanaylar, Manzurlar. Təşəkkürlər. Təşəkkür müəllim. Çox sağ olun. Səidə Bağırova. Bəli, axşamınız xeyir. Axşamınız xeyir. İlk deyəndə nə başa düşürük müəllim? İlk deyəndə müəyyən ərazidə formalaşan xalqların xarici görünüşləri. Xarici görünüşlərdir. İlklər neçə yerə bölünür? Əsas ilklər, bir də keçid ilklər. Əsas ilklər Avropoid, Monqoloid, bir də Negroid, Avstraloiddir. Keçid ilklərdə onlardan törəyənlər. Onların qarışığından törəyənlər. Ən çox ilk qarışığı hansı regionda özünü göstərir? Ən çox ilk qarışığı Amerikada, bir də Mərkəzi Asiyada. Düzdür. Avropa, Amerikada da o da böyük coğrafi kəşflərlə bağlıdır, düzdürmü? Yaxşı. Buddizm dininə sitayiş edən xalqlar hansı ölkələrdə yaşayır? Buddizm dininə sitayiş edənlər Monqolistanda, Çin ərazisində, Hind-Çin yarımadasında olanlar, İndoneziyalardan başqa orada çoxsu Buddizmi. Özdə o Hind-Çin yarımadasında olan Myanmadır, Taylanddır, Laosdur, Kambocadır, Vyetnamdır. Hamısı Buddizmdir. Həmçinin 5-7 dünya ərazisində 5-7%. Bir də Nepal, Butan, Şri-Lankada ora aiddir, yadda saxlayın. Yaxşı, milli dinlər hansılardır müəllim? Milli dinlər Yaponlarda Sintoizmdir, Yahudilərdə İudizmdir, Hindistanlarda Hinduizmdir, Çinlərdə Konfüsiyizmdir. Aha, Yaponiyada Sintoizmdir. Müəllim, etnogeniz nədir? Etnogeniz etnosun inkişaf mərhələsidir. Yaranmasından yox olmasına qədər keçdiyi inkişaf mərhələsi. Etnogeniz hansı mərhələlər üzrə keçir? Etnogeniz 4 mərhələ üzrə keçid, 4 keçid mərhələsi var. Birinci mərhələdə ətraf mühitə uyğunlaşır, ondan maksimum dərəcədə istifadə edir, sayı artır. İkinci mərhələdə pansionarlar meydana gəlir, onlar tələbatı artır. Sonra üçüncü mərhələdə pansionarlar artıq mübarizəyə başlayırlar. Onlar hətta məhv olmağa hazır olurlar. Üçüncü mərhələdə. Dördüncü mərhələdə artıq ya məhv olurlar, ya da yenidən birinci mərhələyə qayıtmış olurlar. Ya da ilk mərhələyə qayıdırlar. Siz mənə hansı xalqdır ki, bir dövlət yarada bilir? Mən onları deyim. Bir dövlət yaradanlar Yaponlardır, Çinlər də demək olar. Çin millətindən ibarət ikinci dövlət var dünyada? Xeyr. Sonra? Başqa hansılar deyə bilərik? Biri var demirsiniz, fırladırsınız. Ermənistan. Erməni millətindən ibarət dövlət. Elə yaxşı ki də yoxdur. Yoxdur, olmasın. Yunanlar da var. Yunan da bir dövlətdir. Yunan millətindən ibarət, bəli, ikinci dövlət yoxdur. Düzdürmü? İslamlar da heylədir. İslam millətindən ibarət ikinci bir xalq. Özü az sayılı xalqlar. Yaxşı, az sayılı xalqlar deyin mənə. Sayılı xalqlar ilə Azərbaycandan götürsək, Xanalıqlardır, Qırızlardır,
Qaplardır, Saxurlardır. Braziliyada var, sonra Şri Lankada var. Şri Lankada hansılardır? Vedlərdir. Vedlər. Yadımda saxlaya bilmirəm. Braziliyada potokotlardır. Təzə adları yadımda saxlaya bilmirəm. Biraz düzdür, indi testdə falan qarşıma çıxanda biləcəm, ona görə əzbərim biraz çətindir. Tamam Yeni müəllim. şeylərə əzbərləməkdə çətinlik çəkdir. Hə, ev yox müəllim. İnşallah getdikcə təkmilləşəcək, düzələcək. Tamam müəllim, keçdik dil ailələrinə. Demək, Hind-Avropa dil ailəsindən, Altay dil ailəsindən danışdıq. Düzdürmü müəllim? Keçdik Ural dil ailəsi. Ural dil ailəsi hansı dil qruplarına bölünür? Ural dil ailəsi deməli bölünür. Finlər aiddir orada. Fin-Uqor. Finlərdir, Fin-Uqor. Elə mənə müəllim, siz əsas Fin-Uqor bilin bəs. Fin-Uqor dil qruplarına olan xalqlar. Estonlardır, Macarlardır. Finlər, Estonlar, Macarlar, sonra orada Karellər var, Komilər var, Samilər var, Mardavanlar var. Bunlar Udmurtlar var. Bunlar hamısı Fin-Uqor dil qrupuna aid olan xalqlardır. PDF-də cədvəl var idi müəllim. Baxmamısınız ona? Daha çıxartdırıram PDF-ini. Elə. Baxıram, əzbərləyəm. Afro-Asiya dil ailəsinin bərbər dil qrupuna hansılara aiddir? Hə, bərbərlər aiddir. Bir də Tuareglilər. Tuareg də maşın növüdür da. Nissan Tuareg kimi yadda salır. Hamı Sami dil qrupuna hansılara aiddir? Hamı Samiyə, İsraillilərdir, Ərəblərdir. Aha. Amharlardır. Maltalılar. Maltalılar da yadınızda saxlayın ha. Hamısı. Avropaya aid olub, hamı Sami ailəsinə aid olanlardandır. Düzdür. Yaxşı. Şimali Qafqaz dil ailəsi özü neçə dil qrupuna bölünür? Şimali Naxçıvan, bir də Abbas, Adigey. Adigey. Aha, Naxçıvana hansılara aiddir? Ləzgilərdir, Ağarlardır, Çirçənlərdir, İnguşlardır, sonra Laklardır, Saxurlardır. Uydilərdir, düzdür. Abxaz Adigeyə hansılara aiddir? Orada yəqin ki, Abxazlar olar. Adıqlardır, yəni Çərkəzlərdir, Kabardinlər, Azizal. Şimali Qafqaz türk qurumları var, ha, bax oradakı yaşayanlar da. Türk qurumlarından ha, orada Kabardinlərdən gedir ha söhbət. Qaçay, türkdür, Çərkəzlər var orada. Çərkəzlər bax buna aiddir. Balkarlar türkdür, Kabardalar. Düzdür. Təşəkkür edirəm mənim, çox sağ olun. Sonra Huri Cəfərova. Eşidirsiniz? Tamam, müəllim. Hazırsınız? Bəli. Bircə saniyə mənim, su için boğazım qurur. Bir saniyə gəldim, yaxşı? Bir saniyə biraz yanma, 15 saniyə buradayım. Alo, Huri xanım. Üzr istəyirəm müəllim, gözlətdim sizi. Hə, hazırsınız müəllim? Bəli, müəllim. Getdik müəllim. Şimali Qafqaz dil ailəsinə dedik ki, Naxçıvan, Abxaz, Adigey daxildir, düzdürmü? Bəs Cənubi Qafqaz dil ailəsinə, yəni Karsbel dil ailəsinə hansı xalqlar daxildir? Demək, Acarlar, Lazlar, Neqrellər, Sıvanlar, bir də Gürcülər. Aferin. Öyrəşirsiniz ha, yavaş-yavaş. Niger Kardofana. Mənim demin gözünüz dəyəcək. Yaxşı. Bant xalqları idi. Heç də bilmirsiniz, hə. Bant xalqları idi. Demək, Zulular, Zandelər, Yorubalar, İkolar və İcolar, Yorubalar, Fulbelər. Yaxşı. Deməli, siz mənə orada Avstroneziya dil ailəsinə aid olanlar deyin. Demək, orada mən aid idi elə Malayziyalılar, Filippinlilər, İndoneziyalılar, yəni Malay xalqları, bir də Malaqasilər.
Bəs Avstro-Asiyaya hansılara aiddir? Demək, Monqlar idi, Xmerlər idi, qəribə qəbətlər var. Semangilər idi və Vyetnamlar, Vyetnamlılar. Xmerlər zadə. Yaxşı. Khoisan dil ailəsinə hansılara aid? Demək, Qotentotlarla, Bushman, Bushmenlərlə Khoisan. O Namibiyada yaşayan xalqlardır. Bax, müəllim. Eşidirsiniz? Yaxşı. eşitəm. Roman dil qrupuna aid olan xalqlar deyil. Deməli, müəllim, Moldovanlar idi, fransız İsveçrəlilər idi, İtalyanlar idi, İspan dilli xalqlar idi Latın Amerikasının. Sonra Franko-Kanadlar idi, İtalyanlar, fransızlar, İspanlar, Portuqallar, Rumunlar, Moldovanlar. Franko-Kanadalılar kimlərdir bilirsiniz? Kanadada fransız mənşəli xalqlar yaşayır. Ha? Bax, onlardır. Yaxşı. Siz mənə deyin görüm, etnos nədir? Etnos xalqdır, müəllim. Yaş arayanından asılı olmayaraq eyni elə bir etnik Mənsubiyyətli. tərkibə malik olan dinlə ilk ikinci dərəcəli şeydir. Yaranması üçün ikinci dərəcəli şərt idi. Şərt idi. Ay sağ ol. Yaxşı, sayı az olan etnoslar hansılardır? Sayı az olan deməli dedik, sayı az olan etnoslar. Bəli. Mən Azərbaycanda var idi. Xınalıqla Huduq idi. Braziliyada Botokudu, Şri-Lankada da Veddi idi. Veddilərdir. Yaxşı. Deyin görün mənə Mongoloid irqinə aid olan xalqlar. Deməli, Avropoid, Mongoloid, Şimali Kanada, Qrenlandiya, Cənubi Meksika, Ant dağları, Amazon hövzəsi, ondan sonra Mərkəzi Asiyada Monqolistan, Şimali Asiyada Sibir və Şərqi Asiyada Koreya ilə Çin. Çinlər bunlar buna aiddirlər, düzdürmü? Bəli. Yaxşı. Deyin görün mənə etnogeniz nədir? Etnogeniz etnosların yaranmasından məhv olmasına qədər gedən proses. Təkamül. Hansı arzulıqla gedir? Müəllim, birinci elə bu ki, yaranır, passionarlar yaranır və yəni sakit həyat tərzi keçirdirlər. Sonradan biraz sayıları artır və təbii sərvətlərdən o qədər istifadə edirlər ki, onlar tükənmək üzrə olur. İkincidə passionarların sayı artır və ətraf mühitdə qarşı tələbatlar da artır eyni zamanda etnosların. Üçüncü mərhələdə nə idi? Üçüncü mərhələdə pik səviyyəyə çatır və artıq öz ideyaları üçün özlərindən belə keçməyə razı olurlar. Yəni, dördüncüdə isə elə bir ki, tənəzzülə uğrayırlar ya da ki, elə bir əvvəlki halına ilk mərhələdə. Monqollar idi, amma silinənlər Qıpçaqlar idi, Şumerlər idi. Tarixdə hansı etnoslar olub ki, bugün yoxdur? Nə müəllim? Hansı etnoslar olub ki, tarixdə var idi, bugün yoxdur? Şumerləri falan deyirsiniz, mən Qıpçaqlar, Şumerlər, Akkadlar, Skiflər, Skitlər. Bunlar artıq yoxdurlar da vaxtı, amma tarixdə var idi da. Lulubilər var idi. Tarixdə oxumuşduq, Lulubi dövləti. Akkadlar, bu xalqların yaratdığı dövlətlər. Yaxşı, mənə deyin görüm, İslam dini yayıldığı regionlar. Deməli, sayacağım. İndoneziya, Hindistan, Pakistan, Bangladeş, Misir, Nigeriya, İran, Türkiyə. Bu ölkələrdə deməli İslam dini. Yaxşı, İslam dini hansı qollara bölünür? İslam ən dini. geniş yayılmış iki qolu var. Hansıdır? Şiə, Sünni. Hə, Şiə, Sünni. Dünya müsəlmanları neçə faizi Sünnidir? Neçə faizi Şiədir? Unutdum müəllim. 90% Sünnidir, 10% Şiədir. Şiələrin ən çox məskunlaşdığı ölkələrdən biri də Azərbaycan. Yaxşı. Tamam. Təşəkkürlər mənim. Çox sağ olun. Sağ olun müəllim. Sonra Ayşən İbrahimova. Bəli müəllim. Hazırıq. Bəli. İrq deyəndə nə başa düşürük müəllim? İrq deyəndə insan xarici görünüşündə, yəni görünüşünü. Xarici görünüş. Düzdürmü? Bəli. Xarici görünüş. Aha. Dünya hansı neçə əsas irqə bölünür?
Əsas 4 irqə bölünür. Avropoid, Mongoloid, Negroid, bir də Avstraloid irqlərinə əsas bölünür. Bir də onların qarışığı, keçid irqlər. Aha, Avropoid irqinin qolları. Deməli, əsas 3 qola bölünür. Şimal, orta və cənub qolları. Şimal qoluna aiddir Şimali Avropa, Şimal və Baltik dənizi sahili ölkələr, yəni xalqlar. Orta qoluna aiddir Orta Avropa, Şərqi Avropa, Ukraynadır, Rusiyadır, burada yaşayan millətlərin xalqlardır. Sonra Yeni Zelandiyadır, Avstraliya, bir də Şimali Amerikanın xalqları aiddir. Cənub qoluna aiddir Cənubi Avropa, Şimali Afrika aiddir. Cənub-Qərbi Asiya idi, Pakistan idi, sonra Şimali Hindistan idi. Aiddir. Şimali Hindistan aiddir. Yaxşı, Negroid. Negroidə Bantu xalqları aid idi. Sonra bir də Haiti və Yamayka əsas irqləridir. Burada əsasən də Afrikada geniş yayılıbdır. Bir də Amerikada. Düzdür. Yaxşı, Avstraloid irqi. Avstraloid irqi Cənubi Hindistanda, Malaneziyada, bir də Avstraliyanın mərkəzi, bir də cənubundaydı. Bəli, yerli xalqlar var da, onlar aborgenlər deyəcəyik, Avstraliya yerli xalqları, bunlardır. Yaxşı, deyin görün mənə, milli dinlər hansılardır? Milli əsas 3 dənədir. İslam, Xristian, bir də Buddizm. Onlar dünya. Onlar qlobal. Milli dinlərə aid deməli Buddizm, sonra Sintoizm, Udeizmdir. Yerləşdiyi ölkələrdə deyil. O dinlərin gəldiyi ölkələrdə deyil. Yudaizm İsraildə yayılıb. Ondan sonra Çində yayılıbdır Doğasizm. Bir də Konfusizm. Konfüziyondur. Sonra da bir də Hindistanla Nepalda da Hinduizm yayılıbdır. Hinduizm dini yayılıb. Yaxşı. Budizm dinin gəldiyi dövlətlər. Hindistanla Nepal. Budizm. Buddizm dünya ölkələrinin, dünya xalqının 5-7% əsasən Buddizm dininin tərəfdarlarıdır. Bura əsasən aid Monqollardır. Sonra Şri-Lankada yaşayan insanlardır. Hind-Çin ölkələridir. Nepal, Bhutan. Bunlar Budizmə təşkil xalqlar. Bir millətli dövlətlər. Bir millətli dövlətlər. Deməli Çindir, Yaponiyadır, sonra Koreyadır. Çin bir millətli deyil mənim. Çin bir millətli deyil. Bir millətli deyil. Yox, Çində çoxdur millət. Yaponiyadır, Cənubi Koreyadır, Şimali Koreyadır, Ermənistandır, Yunanistandır. Bunlar Şimali Avropa ölkələridir. Bunlar bir millətli, Polşadır, Bangladeşdir. Bunlar bir millətli dövlətlərdir. Yaxşı mənim. Yaxşı, Çin-Tibet dil ailəsinə daxil olan xalqlar. Deməli, Tibetə aid olanlar deməli, Çinlilər idi, Tibetlilər idi, sonra Butanlılar idi, sonra Şerplər olmalı. Şerplər, bir də Myanmarlar. Az-saylı etnoslar. Az-saylı etnoslar. Bəli. Onları Potokutlar, Vedilər, Şerplər, sonra Bacao xalqları, Qırızlar, Xınalıqlar. Bunlar dünyanın az-saylı xalqlarıdır. Və sayı 100 milyondan çox olan etnoslar hansılardır? Onlar Çinlilər götürə bilər. Çinlilərdir, Yaponlardır, düzdür. Yaponlardır, sonra Türklərdir, ərəblərdir. Türklərdir, Ruslardır, düzdür. Bunlar sayı 100 milyondan çox olan xalqlardır. Tamam, bir dənə də sual verim sizə. Deməli, hamı dil ailəsinə aid olan xalqlar, dil qrupuna aid olan xalqlar da deyin. Hamıya aid olanlar. Bəli.
Ərəblər, İsrail Yahudiləri, Bir tane de Araplar vardı orada, Amharlar var idi. Bir de Maltalılar, Maltalılar olmalı. bir də İsrail Yahudiləri. Ha, Təşəkkürlər. Yahudiler. Təşəkkürlər. Çox sağ olun. Röya Zülfüqarlı. Röya xanım. Yoxdur Röya. Hə, buradasınız. Sual verin. Aha, Röya xanım. Altay dil ailəsinin türk dil qrupuna aid olan xalqlar. Müəllim, naşnikdə sizə çıxardı da uğultu var. Deyilsiz naşnikdə. Onda siz çıxış verin, təzədən qoşulun, mən ona kimi Gülyazdan sual cavab edeyim. Uğultu gəlir. Tamam. Gülyaz xanım. Türk dil qrupuna aid olan xalqlar. Altay dil ailəsinin türk dil qrupuna aid olan xalqlar. Türklər, Azərbaycanlılar, Özbəklər, Türkmənlər, Türkmanlar, Qazaxlar, Qırğızlar, Uyğurlar, Tatarlar, Yakutlar, Xakatlar. Düz. Yaxşı. Hind-Avropa dil ailəsi İran dil qrupuna aid olan xalqlar. Farslar, Türklər, Taciklər, Talışlar, Tatlar və s. Əfqanlar. Düzdür. Hind dil qrupuna aid olan xalqlar. Nə? Hind dil qrupuna aid olan xalqlar. Hind-Aridir, yəni. Bəli, Hind-Ari, bəli. Hindilərdir, Pəncablardır, Nepallardır, Bengallardır. Bunlar Hind-Aridir, Sinqallardır. Düzdürmü? Çin-Tibetə aid olanlar. Deməli, Çin-Tibetə aid olanlar Çinlilərdir, Tibetlilərdir. Əsas bunlar ayrılır. Çinlər, Tibetlər, Myanmarlar, Butanlar, düzdürmü? Şertlər. Bunlar Çin-Tibet dil ailəsinə. Yaxşı. Niger Kordofan dil ailəsinə aid olan xalqlar. Niger Kordofan, Bəli. deməli, Bantu xalqlarını deyirsiniz. Mən, deməli, Zululardır, Zambiyalərdir, Fulbelilərdir. Yorubalardır, İcolardır. Bəli. Bunlardır. Maslow'un tələbat piramidası. Hansı hazırlıqlardır? Necə mənim? Abraham Maslow'un tələbat piramidasını deyin. Aha, deməli, birincisi fizioloji tələbatdır, sonrası müdafiə tələbatıdır, sonra dəstəklənmə tələbatıdır, sonra özünə hörmət, etimad tələbatıdır, sonra isə deməli özünü çatdırma, özünü ifadə etmək tələbatıdır. Özünü ifadə etmə tələbatıdır. Yaxşı, iki millətli dövlətlər. İki millətli dövlətlər Kanada, Belçikanı qeyd edə bilərik. Kanada, Belçika. Bəs bir millətlər? Bir millətlilər, deməli, Latin Amerikası ölkələri, Yaponiya, deməli, Cənub Koreya, Şimali Koreya, Avstraliyada olan ölkələrdir. Xalqla millətin fərqi. Peki, mən Xalq və millətin fərqi. xalq sərhəd daxilində vətəndaşlıq qəbul edərək orada yaşayır. Tarixən eyni ərazidə məskunlaşan, dil və mədəniyyət, əxlaqi birliyidir. Millət isə həm eyni ölkə daxilində, həm də başqa bir ölkə xaricində də ola bilər. Etnik mənsubiyyət, deməli, dil, milli mədəniyyət falan bunların münasibətləri birliyidir. Düzdür. Yaxşı. Deyin görün mənə, çoxmillətli dövlətlər hansılardır? Çoxmillətli dövlətlər, deməli, İspanlardır, Serbiyalardır, Ruslardır, Çinlərdir, İran, Əfqanistan, Pakistan, Hindistan, Nigeriya, Rusiya, Çin. Bunlardır. Deyin görün mənə, passionarlıq nədir? Passionarlıq yəni bir ətraf aləmdən güc toplayaraq birləşdirir demə öz ətrafını. Ətraf aləmdən topladığı gücü müəyyən bir fəaliyyət sahəsində sərf etməsi. Bu passionarlıq. Beləsi insanlar da passionar insanlardır, düzdürmü? Bəli, tarixi şəxsiyyətləri qeyd edə bilərik ki, Attiladır, deməli, İskəndərdir, Çingizxandır, elm adamlarıdır ki, Newtondur, sonra Einstein. Düzdür, bunlar hamısı passionar insanlardır. Yaxşı, passionarların fəaliyyəti ilə etnosun keçdiyi inkişaf mərhələləri hansılardır? Deməli, əsasən 4 mərhələyə bölünür. Birinci mərhələdə, deməli, etnos ətraf aləmə uyğunlaşır və landşaftlar başlanılır, əhali çoxalır və landşaftlar başlanılır intensiv olaraq istifadə edilməyə və deməli, faydalı qazıntılarda tədricən azalmağa başlayır. İkinci mərhələdə passionarların sayı artır
və ən yüksək deməli həyat uğrunda çalışırlar. Üçüncü mərhələdə isə ən yüksək həddə çatırlar. Hətta öz ideyaları uğrunda yox olmağa belə hazır olurlar. Dördüncü mərhələdə isə deməli tənəzzülə uğrayırlar. Deməli ənənələri unudurlar, güclərini itirdilər. Məsələn, Etnosun yox olmasına səbəb nə ola bilər? Məhv olmasına səbəb. Bir-birlərinin ayrı düşmələri, deməli hərbi müdaxilə, ekoloji, məsələn gərginlik, iqtisadi gərginlik, Etnosun siyasi yox olma prosesi amillər. neçə cür Etnosun yox olma prosesi neçə cür baş verir? İki yolla. Biri var assimilyasiyaya uğrayır, yəni dəyişir və yaxud da yox olur. Bir də var ki, dəyişib parçalanma nəticəsində yeni etnos yaranır. Yeni etnos yaranır. Məsələn, hansı etnos deyə bilərsiniz ki, assimiliyasiya uğradı? Monqolları məsələn. Yox, Monqollar assimiliyasiya olmadı. Sonra Məsələn, Çində Tabğaçlar. Nə ki? Tabğaçlar. Çində Tabğaç xalqı vardı. Onlar Çinə qarışdı, Çin xalqına qarışdı. İslam dinindən keçdi budizmə. Adət-ənənələr hamısı assimiliyasiya uğradı, yeniləşdi. Elə bir ki, türk əsilli Tabğaçlar idi. Onlar oldular Çinli. Assimiliyasiya uğradılar. Başa düşdünüz məni? Aha, bir dənə də sual verim mənim sizə. Etnogenizin təkamülünü də ardıcılıqla deyin. Məsələn, 4 dövrə bölündüyünü mərhələlər dedim mən. Yox, nəsil. Nəsildir, tayfa, xalq və millət. Nəsil qan qohumluqlardır, birləşən birliklərdir. Tayfa deməli eyni yaranma tarixinə, dialektə, adət-ənənələrə malik olan nəsillərin birliyidir. Xalq isə bayaq dediyim kimi tarixən eyni ərazidə məskunlaşıb, dil, mədəniyyət, əxlaq birliyidir. Millət isə deməli etnik mənsubiyyətə, milli mədəniyyətə, iqtisadi münasibətlərə malik olan birlikdir. Mövcud olan. Təşəkkürlər. Çox sağ olun. Sağ olun. Röya xanım. Bəli. Eşidirsiniz indi? Eşidirəm. İndi səsiniz normallaşdı. Müəllim, irq deyəndə nə başa düşürük? İrq deməli halinin bir-birindən xarici görünüşünü, dərsinin rəngini görürük. Yəni fərqlənməsi. İnsanların müxtəlif irqlərdə olmasının səbəbi nədir? Müxtəlif ərazilərdə yaşaması, yəni müxtəlif ərazilərin təbii mühitinə uyğunlaşması. Yəni yaşadığı ərazinin təbii mühiti, onların yaşam tərzinə, xarici görünüşlərinə təsir edir. Düzdürmü? Yaxşı. Mən indi irqlər deyim, siz xalqları deyin. Həm Avropoidin, həm Monqoloidin əlamətlərini özündə daşıyan xalqlar. Bura birinci aiddir Metislər. Metislər əsasən Mərkəzi Amerikada yaşayır. Bir də ki, Amazon hövzəsində də Ant dağlarında yaşayırlar. Bir də var Turanlar. Turanlar da ki, Volqa boyunda, Mərkəzi Asiyada, Qərbi Sibirdə yaşayırlar. Avropoidlə Negroidin əlamətlərini daşıyan xalqlar. Bunlar deməli Efioplardır. Efiopiyada, Somali, Eritreyada, bir də Sudanla Çadda məskunlaşıblar. Bir də Afrikanerlər var ki, Cər ərazisində məskunlaşıblar. Aha. Bir də Dravidlər. Dravidlər. Aha, Dravidlər harada məskunlaşıb? Hindistan cənubunda. Bəs mulatlar? Mulatlar Amerikada. Monqoloid, Negroid. Bunların ikisinin qarşılığından törəyən xalqlar. Monqoloidlə, Negroidlə deməli sambolar yaranır. Bu sambolardakı əsasən Cənubi Amerikada. Sambolardan başqa? Bir də ki, deməli Cənub-Şərqi Asiyada. Yalan danışırsınız. Monqoloid və Negroidin əlamətlərini daşıyan xalqlar. Malaqasilər. Madagaskar olar. Madaqaskarda yaşayan xalq Malaqasilər. Madaqaskarda yaşayan xalqlar hansı irqlərin əlamətlərini daşıyır? Həm Monqoloid, həm Negroid, həm də ki Avstraloid. Monqoloid və Avstraloid irqinin əlamətlərini daşıyan xalqlar. O bayaq dediyim idi mən, Cənub-Şərqi Asiyada, Mikroneziyada. Mikroneziya və Polineziya. Kök olaraq Monqoloiddir. Həm Monqoloidin, həm Avstraloidin əlamətlərini daşıyırlar. İki irqin əsas əlamətlərini daşıyırlar. Yaxşı. Yaxşı. Keçdik nəyə müəllim? Dil ailələrinə. Deyin görün mənə, Hind-Avropa dil ailəsinin Slavyan dil qrupuna aid olan xalqlar hansılardır? Deməli, Ruslar, Belaruslar, Polyaklar, Çexlər, Slovaklar, Ukraynalılar.
Bosniyalılar, Bolqarlar, Makedoniyalılar, Xorvatlar. Avstroneziya dil ailəsinə aid olan xalqlar. Avstroneziya, burada Malay xalqları da, Malazyalılar, Filippinlilər, İndoneziyalılar. Malay xalqlarına Malaqasilərdir. Bura daxildir Malazyalılar, Filippinlər, İndoneziyalılar. Bunlar Avstroneziyaya aiddir. Bəs Avstro-Asiyaya hansılara aiddir? Bayaq mənim Avstroneziyanı soruşmadım. Hə, bayaq Avstroneziyanı soruşdum. İndi Avstro-Asiyanı soruşuram. Bura aiddir Vyetnamlılar, Semangilər. Semangilər, baxıb deyilir. Mən baxıb sual verdiyim kimi siz də baxıb deyə cavab verirsiniz, eləmi? Yox, mənim o Vyetnamlıları bilib görmüyorum. Sələvat eləyirəm, bəli. Eşidirsiniz? Bəli. Deməli, deyin görün mənə, Khoisan dil ailəsinə hansılar daxildir? Buşmenlər, Qotkentotlar. Buşmenlərlə Negroid yerinin nümayəndələri. Negroid dilinin nümayəndələri. Şimali Qafqaz dil ailəsi hansı dil qruplarına bölünür? Onlar deməli Naxçıvan, Qafqaz Adygey, Naxçıvana aid ləzgilər, ondan sonra kimdir? Avarlar, çeçenlər, Laklar, Uydilər, düzdürmü? Sonra, bəs Abxaz Adygeyə hansılar aiddir? Çerkezlər, Kabardinlər. Tamam, bunlar aiddir. Çin Tibet dil ailəsinə aid olanlar deyim. Alo. Yəni, bir dənə də bu sualıma cavab verin, keçirəm xəritəyə. Bəli, mən necə idi? Çin Tibet dil ailəsində deyin mən, Çin Tibeti. Çin Tibet. Deməli, Çinlilər, Butanlılar, Myanmarlılar, bir də Tibetlilər. Düzdür. Təşəkkürlər. Elə sizdən başlayıram. Hazırsınız? Bunlar məndən ikinci soruşasınız. Yaxşı. Deməli, Ayşən İbrahimova. Bəli. Hazırıq. Bəli. Bax, bu da 5 soru. Deməyin ki, müəllim, çətin versiniz mənə. Başlayayım. Bəli, buyurun. Deməli, bir Meksikadır, paytaxtı Meksikodur. Yes. Sonra 2 Baham adalarıdır, paytaxtı Nassau'dur. Yes. 3-cü Kubadır, paytaxtı Havana'dır. Aferin. 4 Yamayka'dır. Yoxsa Düzdür. Yamayka. Paytaxtı neydi? Kingston paytaxtı olmalıdır. Kingston. Yamayka. 5'də ABŞ-dır, paytaxtı Washington. ABŞ-ın paytaxtı haradır? Paytaxtı Washington. Paytaxtı Washington. Yaxşı. Təşəkkür. Çox sağ olun. Keçdik. Röya Zülfqarlı. Bəli. Uyğun deyilsə keçin. Niyə mən soruşum? 1 2 3 4 Bu da 5. Mən hamını düşünürəm. Sadə sual verirəm. Sonra deməyin ki, mənim çətin sual verirəm. Deməli, birinci Dominikan Respublikası, Santo Domingo paytaxtı. Hətta 5-ci Kanada paytaxtı Ottawa. necə tapdınız? Sonra deməli, 4-cü Uruguaydır. Uruguayın paytaxtı Montevideo. Montevideo. Onu video montaj kimi yadınızda saxlayın. Video montajı Elə mən videonu yapayım saxlamışdım. video. Bəli. 3-cü Ekvadordur, 2-ci də Kolumbiya. Ekvadorun paytaxtı Quito, digərindəki uzun adı idi deməli. Santa Fe Bagato şəhəri. Santa Fe Bagato. Təşəkkür. Gülyaz xanım. Bəli, mən Hazırsınız?
Bəli. 1, 2, 3, 4, bu da 5. Mən harda çətinlərdən Və onu Röya xanım yazdı ki, Gülyaz özündən çox razılıq eləyir, ona çətin suallar verir, bilməsin. Deməli, ən çətindən başlayıram. Mən Braziliya, paytaxt belə Brazil. Dəhşət, dəhşət. Necə tapdınız? Deməli, üçün Görürsünüz, müəllim şey deyil. Röya da beş- şok keçirdi siz Braziliyanı tapmanızda. 3 Salvadordur müəllim, elə paytaxtı da Salvadordur. San Salvador. Hə. 4 Beliz olmalıdır. Yalan danışırsınız, yalan danışırsınız, yalan danışırsınız. Deyil. 4 Beliz deyil. 4 Panamadır müəllim. Onun da paytaxtı elə Panamadır. Aha. 2'dir Beliz. Deməli, 2-dir müəllim. Hə, 2-dir. Şey, Beliz'in paytaxtı haradır? Fırlatmayın. Belmopandır nədir? Belmopan. Belmopan. Hə, o. O mən Haiti deyil. Haiti'nin paytaxtı haradır? Oradakı Port-au-Prince. Port-au-Prince. Əmrə, yadda saxlayın. Mərkəzi Amerika, bax bu ölkələr Mərkəzi Amerika ölkələri gedir. Bu ölkələr hamısı West End ölkələri gedir. Bax bura gedir West End ölkələri. Bura gedir Mərkəzi Amerika ölkələri. Yaxşı. Bax bunu belə yadda saxlayın. Screen eləyin, qalsın telefonunuzda. Silirəm. Tamam. Mərkəzi Amerika ölkələrindən Beliz yalnız Atlantika çıxır. Salvador isə yalnız hara çıxır? Sakitə çıxır. Yerdə qalan ölkələr hamısı həm sakit, həm Atlantika çıxa bilir. Yaxşı. Təşəkkürlər Gülyaz xanım. Huri xanım. Sağ olun. Bəli, müəllim. Hazırsınız? İnşallah. 1, 2, 3, 4, bu da 5. Buyurun müəllim. Deməli müəllim 5 Chili Santiago, 4 Venezuela Caracas, 2 deməli Guyana Georgetown, 3 Surinam idi. Ora haraydı? Surinamınki Paramaribo'ydu. Bir şey Baham adalardı müəllim bir. Bəli, paytaxtı Paytaxtı Nassau şəhəridir. Nassau, hə Nassau. Baham adalarının paytaxtı hansı şəhər oldu? Nassau şəhəri oldu. Təşəkkür Huri xanım. Təşəkkür Səidə xanım. Hazırıq. Yəni çalışaq görək. Aha, deyəsən nəsə var burada. Yox. Yaxşı. Getdik. 1, 2, tələsməyin müəllim. 3, 4, 5. Buyurun müəllim. Deməli 1 Boliviyadır, La Pazdır paytaxtı. 2 Fransız Gviyanasıdır. Gviyanası. Kayena şəhəri. Kayena. Nə? Kayena. Kayena. 3 Paragvaydır, Asasandır. Asensiyon. 4 Uruguaydır, Montevideo'dur. 5'i sildiniz mi? Sildim 5'i, üzr istəyirəm. Hə, 5 də Kubadır, Havana. paytaxtı Havana şəhəridir. Tamam, təşəkkürlər. Aytəkin xanım, Bəli, mən. hazırsınız? 1, 2, 3, 4, 5. Bəli, birinci Gvatemaladır, elə paytaxtı Gvatemaladır. Razılaşdıq. Bəli, ikinci Hondurasdır, paytaxtı
Tegucigalpa. Tegucigalpa. Sonra üçüncü Nikaragua'dır, paytaxtı Managua. 4 Costa Rica, paytaxtı San Jose. 5 Panama, paytaxtı Panama. Aferin. Aferin. Gözəl Rızayeva. Evet. Sizə bir eksklüziv sual vermək istəyirəm. Evet. Bıraktım çadır. Bir. Bir. 2. 3. Sonra bax deyirsiniz çətindir. Bu da 4. Bu da 5. Buyurun mənim. Aha. Bir belə bilmərəm bəlkə Saint-Kitts və Nevis deyir, yoxsa Trinidad. Oradakı dövlətləri nə bilirsinizsə sayın. Həqiqətən onu bilmərəm. Bəlkə yenisiz deyil, yadımda qalsın. Orada Dediklərim deyil. Bildim adamı. Ben bir müddəsin deyə bilərəm orada, amma hamısı bilmirəm. Aha. Hansı uyğun gəlsin. Hə, buyurun. Orada Yaxşı bildiklərinizi deyin mənim. Ev yox, o birlər deyin. Hakoyevslər deyil. Fikirlərini yiyəmizdir. 2 ABŞ-dır, yəni Amerika Birləşmiş Ştatları. Paytaxtı Washington. 3 Braziliyadır, paytaxtı Braziliya. 4 Fransız Gviyanasıdır. Paytaxtı Cayenne. Xeyir nəşəri. Cayenne şəhəri, aha. 5 Baham adalarıdır, paytaxtı Nassau. Bir də bildiklərinizdən varsa deyin. Mən orada Virgin adalarını bilirəm. Yox. Grenada var. Grenada Trinidad var. Barbados var bir də. Saint Louis nə Hə, bilirəm. Saint Louis də var orada. Var Onları orada yoxsa deyə bilmirəm, Saint-Kitts və Nevis Saint var. Louis, Trinidad, Tobago'dur. Bir də Bermuda. Antigua və Fiji. Barbuda. Hə, bunlar bilirəm. Bircə dəqiqə müəllimlər deyim. Saint-Kitts və Nevis paytaxtı Basel şəhəridir. Saint Lucia paytaxtı Castile şəhəridir. Barbados paytaxtı Bridgetown şəhəridir. Sonra Saint Winston və Grenadinlər paytaxtı Saint George şəhəridir. Sonra Trinidad və Tobago paytaxtı Port-of-Sapien şəhəridir. Port-of-Sapien olmalıdır, səhv etmirəmsə. Sonra Dominikan paytaxtı Rozo şəhəridir. Sonra Yamaykan dedik, Baham adalarını dedik, Dominikan Respublikasını dedik. Sonra Martinkada var. yox, Martinka adası müstəqil Martinka dövlət deyil. Dövlətdir. Yox, Orada dövlətlərdən Fransa danışırıq. anası. Dövlət yaradanlardan danışırıq. Bax bunlardır. Tamam. Keçən nə oldu? Mən onları çalışmışam bir dəfə öyrənməyə, amma paytaxtda falan da öyrənə bilməmişəm. Amma sərhədləri öyrənmişəm ki, məsələn, Hə. Kolumbiyanın falan sərhədləri. Amma bu mində oları yox. Tamam. Təşəkkür Gözəl xanım. Çox sağ olun. Siz də sağ olun. Lamiyə xanım, Bəli. hazırsınız? Bəli. Tamam. Getdik. 1 2 3 4 5 Bir müəllim Venezuela'dır, Caracas paytaxtı. Hı. 2 Meksikadır, Meksiko paytaxtı. Hı. 3 Paraguay'dır. Hı. Onun da paytaxtı Asunción. Asensiyon. 4 Uruguay'dır, Montevideo. Bəli. 5 Üstündür. Buyur. Ha, 5 şeydə var, Kuba'dır, bura Havana. təşəkkür. Tamam. Tamam. Rüfanə xanım, Bəli. 1 2 3 4 5 Buyurun mənim. Mən bir Dominikan Respublikasıdır, paytaxtı Domingodur. Santa 2 Dominika. Bahama. Dominika. 2 Bahamalarıdır. Nassau. 3 Jamaikadır. Jamaikan paytaxtı yadımda. Kingston.
5 Argentinadır, Buenos Aires. Hı -hı. 4 dəqiqə müəllim, Belizin yanındakı nə idi? Guatemala. Guatemala şəhəri. Düzdür. Təşəkkür. Tamam. Nəhayət xanım, hazırsınız? Bəli, müəllim, buradayım. 2, 3, 4, da 5. Deyin, yekunlaşdıraq. Bir Ekvadordur. Hı -hı. Guayaquil'dir. Kyoto. Paytaxtı. Ekvadorda paytaxtı Quito şəhəri. Quito şəhəri. Quito. Quito'dur. Paytaxtı Quito'dur, düzdür. Deməli, 3 Boliviyadır. Paytaxtı La Pazdır. Sonra 2 Guyanadır. Hı -hı. Paytaxtı 4 paytaxtı. Georgetown. 5 Panamadır. Panama'da elə paytaxtı. Sonra 4 neydi? Haiti. Karıştırdım. Dominika. Haiti. Haiti. Haiti adasında 2 dənə dövlət var. Biri Haiti'dir, bir də Dominikan Biri Respublikası. Dominikandır. Haiti'də Haiti'nin paytaxtı Port-au-Prince. Port-au-Prince şəhəri.